Ağdamın Sünkar Nur dərəsinə yaraşıq verən 13 kottec və əsas korpusdan ibarət Gülablı sanatoriya profilaktoriyası öz qapılarını kənd əməkçilərinin üzünə yenicə açıb. Müasir tələblərə cavab verən bu sağlamlıq ocağındakı 10 müalicə kabinəsi ən yeni tibb avadanlıqları ilə təchiz edilir. Bacarıqlı həkimlər və şəfqət bacıları fiziki müalicə üsullarından geniş istifadə edirlər. Sanatoriyada adamların mədəni istirahəti üçün nümunəvi şərait yaradılıb. Beşilliyin sonuna dək Gülablı sanatoriyası xeyli genişlənəcək. Burada yeni kotteclər tikiləcək, dağlara kanat yol çəkiləcək. Hər növbədə 250 nəfər kənd